Salam əziz şagirdlər, mən Samir Balıqçı. Bugün sizə English Grammar and Vocabulary kitabından Unit 26-27 Past Perfect zaman formasını izah edəcəm. Öncəliklə Past Perfect zaman formasının quruluşuna diqqət edin, necə düzəlir. Cümlənin mübtədasından sonra had köməkçi feil olur və bu bütün şəxslərdə had olur. Yəni şəxslərin hamısında I, you, he, she, it. Şəxslərə görə dəyişmir. Sonra qaydalı feildirsə present perfectdəki kimi qaydalı feildirsə id sonluğu götürür. Qaydasız feildirsə isə əsas feil participle to, yəni feilin üçüncü forması ilə olur. Sualda had köməkçi feili önə keçir, əsas feil olduğu kimi yerində qalır. İnkarda isə past perfect zaman formasında had köməkçi feilinə not artırırıq. Ümumiyyətlə, keçmiş, bitmiş zaman deyəndə biz nə başa düşməliyik? Keçmişdə olub bitən hərəkətə keçmiş sadə zaman deyilir. Misal üçün, past simple. I washed the car yesterday. Dünən mən maşını yudum. Baxın, bu keçmişdə oldu, bitdi. Bu past simple zaman formasıdır, şagirdlər. Keçmişdə olub bitən hərəkət. Amma keçmişdə dəqiq bir vaxtdan və ya hansısa bir hadisədən öncə olub bitən hərəkət, yəni keçmişdən də keçmişdə olan hərəkətə keçmiş, bitmiş zaman deyilir. Dəqiq bir vaxtdan öncə. Misal üçün, mən desəm ki, I washed the car yesterday. Əgər mən misal üçün desəydim ki, by 5 o'clock yesterday. Baxın, at 5 o'clock demirəm əziz şagirdlər. Nə dedim? By 5 o'clock yesterday. Bu o deməkdir ki, dünən saat 5-dən öncə mən maşını artıq yuyub bitirmişdim. O zaman olacaq I had washed. I had washed the car by 5 o'clock yesterday. Dünən saat 5-ə qədər mən artıq maşını yuyub bitirmişdim. Dəqiq vaxtın qarşısında by olur. Və yaxud belə ola bilər. By that time yesterday. Dünən o vaxta qədər mən artıq maşını yuyub bitirmişdim. Keçmişdə hər hansı bir vaxtdan öncə olub bitən hərəkəti göstərir. Və yaxud hər hansı bir hadisədən əvvəl də ola bilər. Hadisədən əvvəl olanda o zaman o hadisənin önünə before yazırlar. Misal üçün, I had washed the car before you arrived yesterday. Dünən sən gəldin. Bax, you arrived yesterday. Past simple zaman formasıdır. Mən indi deyirəm, before you arrived yesterday. Dünən sən gəlməzdən əvvəl mən maşını yumuşdum. I had washed the car. Diqqət edin, budaq cümləm oldu. Past simple zamanda keçmişdə olan bir hadisədir. Dünən sən çatdın, gəldin. Sən gəlməzdən əvvəl mən maşını yumuşdum. Deməli, past perfecti biz işlətmək üçün bunun 3 dənə işlənmə situasiyası var. 1. Dəqiq bir vaxt, misal üçün, by 5 o'clock deyək. Dəqiq bir vaxtın önünə by yazırlar. By 5 o'clock yesterday, dünən saat 5-dən öncə. Ya da past simple olan bir cümlənin önünə before yazırlar. Dünən sən çatdın, sən çatmazdan əvvəl mən maşını yumuşdum. Ya bu situasiyada deyilir, yəni vaxtdan və ya hadisədən öncə olan hərəkət. Ya da əziz şagirdlər, cümlənin ikinci situasiyamız budur ki, tərcüməsindən başa düşürük ki, bir hadisə o biri hadisədən öncə baş verib. Misal üçün, deyirəm ki, Jane didn't və yaxud failed the exam because she hadn't prepared well. Baxın, bu çox vaxtı bu situasiyada because sözündən istifadə olunur. Hərəkətin səbəbini göstərir. Jane imtahandan kəsildi. Bax, bu past simple olan bir cümlədir. Niyə? Çünki imtahandan kəsilməzdən əvvəl o imtahana yaxşı hazırlaşmamışdı.
Bax, imtahana hazırlaşması imtahandan kəsilməyindən əvvəl olur. Kontekstdən mən başa düşürəm, ona görə past perfect-lə bölürəm. Və yaxud deyirəm, I couldn't pay. Ya da I couldn't buy the book. Mən kitabı ala bilmədim. Niyə? Because I had lost my money. Çünki mən pulumu itirmişdim. Yenə diqqət edin, çünki sözündən istifadə etdim. I couldn't buy past simple-da olan bir cümlədir. Mən ala bilmədim kitabı. Səbəbi, çünki kitab almaq istəməyimdən öncə mən artıq pulumu itirmişdim ondan öncə. Və yaxud deyirəm ki, the girl was crying. Qız ağlayırdı. Because she had lost her toy. Qız ağlayırdı. Niyə ağlayırdı? Çünki o oyuncağını itirmişdi. Baxın, yenə itirməyi ağlamağından öncə olub. Baxın, sadəcə çünki bağlayıcısı ən çox belə deyə istifadə olunan bağlayıcıdır. Bu bağlayıcı bizə ipucu verdi ki, bu birisi cümlə əvvəl bu past simple-dan olan cümlədən öncə baş verib. Ona görə biz bunu past perfect zaman formasında yazırıq. Deməli, bir situasiya budur ki, dəqiq bir vaxt ya da past simple-da bir cümlə olur. Dəqiq vaxtın önündə by, past simple-da olan cümlənin qarşısında isə daha çox before bağlayıcısını yazırlar və əvvəlki cümlə past perfect olur. İkinci situasiya nəsə olmadı çünki filan hadisə olmuşdu. İkinci situasiya budur. Üçüncü situasiya isə şagirdlər present perfect-də gördüyünüz zərflər. Misal üçün, before ola bilər, just ola bilər, yet ola bilər. Baxın, diqqətli olun və yaxud already ola bilər. Burada sizdə sual yaranacaq ki, ay müəllim, bəs biz bu zərfləri görəndə axı present perfect yazırdıq. İndi biz necə olacaq ki, present perfect-də yazaq, past perfect-də ikisini də mi yazırıq? Bəli, baxmalısınız söhbət nə vaxtdan gedir. Misal üçün deyirəm ki, I didn't recognize that girl because I hadn't seen və yaxud belə deyək. Though I had seen her before. Baxın, şagirdlər. İndi sizə desələr ki, bu cümlənin sonunda before var və before bilirsiniz ki, present perfect-in zərfidir. Niyə burada past perfect yazmısan? O zaman deyəcəksiniz ki, çünki cümlənin əvvəlində I didn't recognize dediyi zaman biz bildik ki, söhbət keçmişdən gedir. Mən o qızı tanımadım. Baxmayaraq ki, onu əvvəllər görmüşdüm, amma mən onu tanımadım. Və yaxud deyirəm ki, I can't. İndi baxın, eyni cümləni, amma cümlənin əvvəlini indiki zamanda olmaqla yazıram. Deyirəm ki, I can't recognize. Mən bu qızı, deyək, bu qızı tanıya bilmirəm. Yəni, çıxara bilmirəm ki, bu qız kimdir. Baxmayaraq ki, mən onu əvvəllər görmüşəm. İndi də present perfect yazdım. Yəni, bir sözlə cümlənin sonunda before, just, already görürsünüzsə, bilin ki, bu cümlə həm present perfect-də ola bilər, həm past perfect. Cümlənin əvvəlində söhbət keçmişdən gedirsə, past perfect yazın. Yox, görürsəz ki, cümlənin əvvəlində söhbət indidən gedir, onda present perfect yazın. Bir dənə yet ilə bağlı bir qeydimiz olacaq. Gəlin, bunu elə dərslik üzərindən baxaq. Baxın, şagirdlər. Baxın, bu zərfləri mən yazdım. Burada da sizə az öncə izah elədiyim şeyləri buraya yazmışam. Mən, misal üçün, baxın, cümlənin əvvəli keçmişdi. Mən Tomu görmədim, çünki o hələ gəlməmişdi. İndi yet var, mən past perfect yazıram. Görürsünüz? Niyə past perfect? Çünki cümlənin əvvəlində söhbət keçmişdən gedir. İndi burada bir işarətimiz var, yet ilə bağlı. Baxın, ehtiyatlı olun. Yet olan cümlənin əvvəli keçmiş zamandadırsa,
Davamı tərcümədən asılı olaraq həm indiki bitmiş zaman ola bilər, həm keçmiş bitmiş. Biz az öncə deyirdik ki, cümlənin əvvəli indikidirsə, indiki bitmiş yazırıq. Bəli. Keçmişdirsə də keçmiş bitmiş yazırıq. Bəli. Bu yerdə qalan 3 zərfə aid, yəni before, already, just-a aid eləyə bilirik. Əvvəli indikidirsə indiki bitmiş, keçmişdirsə keçmiş bitmiş. Bəs yet, yetin əvvəli indikidirsə, indiki bitmişi yazın. Amma yetin əvvəli keçmişdirsə, ehtiyatlı olun. Baxın, görün, bu adam hələ deyəndə nə vaxta qədər nəzərdə tutur. Baxın, cümləyə tam başa düşəcəksiniz. Bu cümlənin əvvəlində söhbət nə vaxtdan gedir? Baxın, keçmişdən. Bu cümlənin əvvəlində söhbət nə vaxtdan gedir? Keçmişdən. Məntiqlə hər ikisinin axırı keçmiş bitmiş olmalıdır. Amma cümlələrin tərcüməsinə fikir verin. Birinci cümlədə deyir, biz sinif otağında idik. Yəni, misal üçün, keçmişdə hər hansı bir vaxtda. Amma müəllim hələ gəlməmişdi. Yəni biz orada olanda müəllim hələ gəlməmişdi. Onda keçmişin bitmişin qoyuram. Çünki mən burada cümləmin əvvəli keçmişdi, davamında da hələ deyəndə dünənin keçmişi nəzərdə tuturam. Mənim orada olduğum vaxtı nəzərdə tuturam ki, müəllim hələ gəlməmişdi. Amma indi ikinci cümləyə baxın. Mən başladım bu kitaba keçən həftə. Aha. Amma mən onu hələ bitirməmişəm. Yəni indiyə qədər hələ də bitirməmişəm. Ona görə biz bura present perfect yazırıq. Olur indiki bitmiş. Misal üçün dünən Jane mənə hədiyyə qutusu verdi. Amma mən hələ onu açmamışam. İndiyə qədər açmamışam. Keçmişdə bir hadisə oldu. Amma digər tərəf hələ deyəndə indiyə qədər nəzərdə tutursa, indiki bitmiş yazın. Jane 3 il əvvəl Londona getdi. Amma hələ də mənə məktub yazmayıb. İndiyə qədər hələ də yazmayıb deyəndə present perfect olur. Bir də əziz şagirdlər, baxın, bu dərsliyimizdə var. Məktəb dərsliyində də 8-ci sinifdə var idi. İndi bilmirəm, topluda, yeni topluda var yoxsa yoxdur. Bununla bağlı test. Amma çox da imtahana düşən sual tipi deyil açığı. Amma bilmənizdə yarar var ki, hər ehtimala qarşı bilək. Bu nə məsələdir? Misal üçün, bu tip cümlələr var. Deyirsiniz, mən nəyisə yenicə etmişdim ki, filan bir hadisə baş verdi. Evə yenicə çatmışdım ki, atam mənə zəng etdi. Evi yenicə tərk eləmişdim ki, yağış başladı. Nəyisə yenicə etmişdim ki, nəsə oldu. Bax, bu quruluşda olan cümləni deyəndə cümlədə inversiya baş verir. Birinci cümlə, əziz şagirdlər, baxın, birinci cümlə past perfect zaman formasında olur. Amma inversiya o deməkdir ki, ingilis dilində köməkçi feil mübtədanın önünə keçir sual cümləsindəki kimi. Amma cümlə sual cümləsi olmur. Və bu, diqqət edin, bu 3 dənə bağlayıcı ilə başlayır. Baxın, daha doğrusu ortada 3 dənə fərqli bağlayıcı ola bilər. Hardly ilə başlamışsınızsa cümlədə ortada when, scarcely ilə başlayanda da when, amma no sooner ilə başlayanda then yazmaq zorundasınız. Cümlənin quruluşu necə olur? Birinci tərəf past perfect-in sual formasında olur. Bağlayıcıdan sonraki cümlə isə standartdır. Həmişə past simple zamanda olur. Və diqqət edin, baxın, hardly ilə başladısa bağlayıcıya when yazıram. Mən evə təzəcə çatmışdım ki, Tom mənə zəng etdi. Hardly had I arrived home when Tom called me. Scarcely had I reached the station. Mən stansiyaya yenicə çatmışdım ki, the train arrived. Qatar çatdı. No sooner'ə baxın amma. No sooner had I closed my eyes. Gözlərimi elə yenicə yummuşdum ki, baxın, bağlayıcı artıq burada hansıdır? Then'dir. Buna diqqət edin. Then I fell asleep. Mən yuxuya getdim. Budaq cümlə həmişə past simple olur. Baş cümlə past perfect-in sual formasında olur. Sizi necə çaşdırırlar testlərdə? Bir, bu bağlayıcıdır, məsələn, hardly ilə başlayıb ortaya then yaza bilər və yaxud no sooner ilə başlayıb when yaza bilər, bağlayıcı ilə ala bilər. Birinci tərəfi past simple da verə bilərlər, yerlərin dəyişik verə bilərlər zamanların. Və yaxud birinci cümləni past perfect, amma sual formasında yox. Hardly I had arrived yaza bilərlər təsdiq formada. Burada inversiya olmalıdır deyə buna diqqət etməlisiniz.